Əziz izləyicilərimiz, biz Gəncə şəhərində çox gözəl bir gözəl qabaqcıl və nümunə müəllimlərdən birini, təqaüdlü müəllimlərdən birini sizlərə təqdim etmək istəyirik. Adınız, soyadınız müəllimə? Aşırı Vəsili Firuddin qızı. Neçə il təhsil sahəsində çalışmısınız? Təhsil sahəsində mənim stajım o qədər çox olmadı. 20 il işlədim. 20 il. Ondan əvvəl hansı sahədə çalışırdınız? Ondan əvvəl müxtəlif sahələrdə işləmişəm. Yəni mühəndis kimi fəaliyyət göstərmişəm. Çox gözəl. Çünki mənim birinci ixtisasım mühəndislik oldu. Çox gözəl. Və biz bilirik ki, işlədiyiniz müddətdə siz məktəb tərəfindən müxtəlif təşkilatlardan dəfələrlə fəxr ünvanlar almısınız. Və biz də ona görə gəlmiş bugün 2025-ci ildə hörmətli izləyicilərimiz 21 dekabrda qarşısından yeni il gəlir. Müəllimənin qarşısına gələn yeni münasibət təbrik edirik. O cümlədən də Dünya Həmrəylik Günü münasibət təbrik edirik. Həm də müəllimə gözəl anadır, gözəl nənədir. Neçə övladınız var? 2 övladım var. Adları? Çinara, Elçin. Çinara. Estağfurullah. Bunu poza Problem bilərsiniz. deyil. Səhv oldu. Çinara, Ramin. Çinarə Ramin, çox gözəl. Çinarə qızınız hal-hazırda Gəncə şəhərində yaşayır. Bəli. Və Ramin Ramin xaricdə yaşayır. yaşayır. Yoldaşınızın adı? Elçin. Elçin bəy, Elçin bəy orada düzəliş eləyərsiniz olsa, Elçin bəy mənim həyat yoldaşıdır və müəllimə öz adımızda sağ ol deyirik. Aqrar Universitetdə müəllim işləyir. Neçə nəvəniz var? 4 nəvəm var. 4 nəvə var. Çox gözəl. Sizi kimi biz müəllimlərlə fəxr edirik, qürur duyuruq. Çağdaş təhsil komandası olaraq sizi kimi müəllimlərlə fəxr edirik. Və bu da bizim gələcək nəsillərə, övladlarımıza, nəvə nəticələrimizə nə arzuluyorsunuz, nə deyə bilərsiniz? Vallahi can sağlığı, xoşbəxtçilik ancaq arzulayıram. Həyatda ən gözəl nemət məncə can sağlığı. Təşəkkürlər minnətdaram Çağdaş təhsil komandası sizə sağ ol deyir.